Biz şirk edən insanları təşkil edirik. Allahdan qeyrisinə ibadət edən kəsləri, qəbirlərə ibadət edən kəsləri, şəriətlə yox, dünyavi qanunlarla hökm verən hakimləri, Allahın dini ilə istehza edən kəsləri, ateistləri, komünistləri, demokratları, rafiziləri, cəhmiləri və s. Bizim təşkil etdiyimiz kəslər bunlardır. Ancaq cəhmi dəvətinin, müasir murciə dəvətinin tələbələri, yəni Mədinə İslam Universitetinin məzunları, bu dəvətin sahiblərini, yəni biriləri xarici adlandırırlar. Bu böyük bir zülümdür. Birisi, həmən tələbələrdən birisinin bir yazısını gördüm. Deyir ki, onlar nəinki xarici, nəinki təkfirçi, onlar zındıqlardır. Yəni, müsəlmanlar barəsində deyir. Nə üçün? Səbəbi nəymiş? Çünki bizim alimlərimizdə dil uzadırlar. İndi bu insanın zalımlığına bax. Alimə gəlib çatana qədər, alimlər peyğəmbərlərin varisləridir. Şəriətlə ehtiram tələb edir, şəriət onlara qarşı. Ancaq insanlar Allahın haqqını tapdalayırlar, şirk edirlər. Onlarla bağlı demirsə, zındıqlar. Allahı qoyub qəbirlərə ibadət edirlər. Belə bir söz demir, qətiyyən. Zahil müsəlmanlar deyir Allahın haqqını tapdalayanlara. Peyğəmbər sallallahu aleyhi və səlləmin haqqına girən bu ölkədə mənə vəhiy gəlir, mən Peyğəmbərəm deyən kəslər barəsində demir ki, bunlar zındıqlardır. Məsəl üçün, cürət eləmir, çıxıb desin ki, özünə Peyğəmbər deyənlərin ən məşhuru Azərbaycanda Ələsgərdir. Ələsgər zındıqdır. Bunu cürət edir deyə bilmir. Alimlərinin haqqına girildikdə deyir ki, bunlar zındıqlardır. Allahın haqqı, Rəsulun haqqı, sahabənin haqqı, sahabələr barəsində bu ölkədə rafizilər, Əbu Bəkr, Ömər barəsində lənət oxuyan, Peyğəmbər sallallahu aleyhi ve səlləmin zövcələrinə pozğunluq nisbət edən insanlar barəsində demir ki, rafizlər zındıqdır. Demir ki, şirk eləyənlər zındıqdır. Demir ki, özünə Peyğəmbər deyənlər zındıqdır, deyir alimlərində dil olan zındıqdır. İndi bu adamın öz zındıqdır yoxsa yox? Zındıq kimə deyilir şəriətdə? Fars kəlməsidir. Yəni, Quran və sünnətdə böyle bir kəlmə varid olmayıb. Zındıq orta əsrlər fiqh kitablarında İslama tez-tez girib çıxan münafiqə deyirdilər. Və 4 məzhəbin ikisi deyir ki, tövbə etmədən öldürmək olar, ikisi deyir tövbəyə çağırmaq olar. Zındıq görünə nə dərəcədə ağır bir sözdür, ağır bir hökümdür. Aliminə dil olana zındıq deyir, ancaq Rəbbinə şərik qoşana zındıq demir. Peyğəmbərə iftira edib, mən də Peyğəmbərəm deyənə zındıq demir. Sahabəyə dil olan rafiziyə zındıq demir. Aliminə dil olana zındıq deyir. Nə qədər axmaq adamdır bu adam və nə qədər zalim adam.